Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz faiz ədədin faizinin tapılmasıdır. Deməli, birinci qaydaları təkrarlayaq. Gəlin, əvvəlcə verilmiş ədədi faizə çevirmək üçün, deməli, bizə hər hansı bir ədəd verir. Bunu faizə çevirməkdən ötürü vurmalıyam mən 100%. Deməli, bu olur 100A bölündə də faiz. Əvvəl ədəd vermişdi bizə, indi oldu faizə çevrildi. Yəni sonunda faiz işarəsi var. İkinci qaydamız faizi ədədə çevirməkdir. Məsəl üçün bizə 45% verilir. Deyir bunu ədədə çevir. 45% ədədə çevirməkdən ötürü 45%-i 100%-ə bölmək lazımdır. Və 45%-dən də faizlər ixtisar edir. Qalır burada 0,45. İkinci qaydamız bu. Üçüncü qaydamız ondan ibarətdir ki, ədədin faizinin tapılması. Məsələn, A ədədinin 80%-ni tap deyirsə, 80%-ni tap deyir. Deməli, burada mən A-nı vurmalıyam 80 böl 100-ə. Və yaxud da onluq kəsirinə yazsam 0,8 A-ya vurmalıyam. Məsəl üçün, bu 80 yox, tutaq ki, A-nın 72%-ni tap deyir. Onda A-nı vurmalıyam %72-yə. Onluq kəsir şəklində yazıramsa 0,72-ni vurmalıyam A-ya. Bu da oldu, deməli, bizim ikinci qaydamız. Üçüncü qaydamız ədədi, məsələn, 40% artır deyir. Ədədi 40% artıranda həmin ədədi, deməli, buraya yazaq ki, belə 40% artırmaq. Həmin ədədi 1,40-a vurmaq lazımdır. Yəni 1,40-a. Əgər mən ədədi, verilmiş ədədi tutaq ki, 35% artırmaq istəyirəmsə, onda həmin ədədi, yəni A-nı 1,35-ə vurmaqla bu məsələni həll edə bilərəm. Növbəti qaydamız isə azaltmaqdır. Məsəl üçün bizə deyir ki, B ədədini 20% azalt. Buraya yazıram 20% azalt. B-ni 20% azaltmaqdan ötürü fikirləşirəm ki, B 100% idi. Bunu 20% azaldığında 80% qaldığına görə B-ni deməli vurmalıyam 0,80-a. Məsəl üçün bir dənə də B-ni bizə deyir 19% azalt. 19% azalt deyirsə, mən 100-dən 19-u çıxıram, qalır 81. 81 isə deməli B-ni vurmalıyam 0,81-ə. Yəni 19% azaldığında 81% qaldığına görə 0,81-ə vurmaqla ədədin 19% azaldılmış formasını almış oluram. Bu qaydalar əsasən indi tapşırıqlara baxaq. 0,43 onluq kəsirini faizlə ifadə edin. Biz birinci qaydanı dedik ki, ədədi faizə çevirməkdən ötürü 100%-ə vurmaq lazımdır. Bunu da 100%-ə vuranda eləyir 43%. Cavab elədi D variantı. 0,57 onluq kəsirini faizlə ifadə edin. 0,57-ni vurmalıyam 100%-ə. Deməli, bu da eləyir 57%. E variantı. Burada isə faizi ədədə çevirdik. Faizi ədədə çevirmək üçün isə 100%-ə bölmək lazımdır. 86,42%-i bölməliyəm 100%-ə. Böləndə də eləyəsiniz 0,10,8642. 10,8642. Burada da yenə faizi deyir, ədədə çevirin. 32,18%-i ədədə çevirməkdən ötürü 100%-ə bölürəm. 100%-ə böləndə də deməli bu da eləyəcək 0,10,3218. 0,10,3218. Məsələ 5. Ət bişirildikdə öz çəkisinin 45%-ni itirir. Deməli, burada əti götürsəm 100%, bundan 45%-i itir və deməli 55%-i qalır. İstənilən çəkidə ət götürsəm, bunun 55%-i qalır. İndi bizə deyir ki, 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? Yəni 55%-i qalar bunun. Ona görə də 20 kiloqramın tapmalıyam 55%-ni. %55-ə vururam. 100 ilə 20 ixtisar edir, qalır. Surətdə 55 böl 100-ün də yerində 5 qalır. Bu da qalır 11 kiloqram. Deməli, ət pişəndə 11 kiloqram ət qalır. 6 nömrəli tapşırıq. Sinifdə 30%-i oğlandır. 30%-i oğlandırsa, 100 çıxılsın 30 bərabərdir 70%-i qızdır.
Bütöv sinifdə 30 nəfər olduğuna görə 30'un 70%'ini tapanda 30'u vururam %70'e. Sıfırlar ixtisar edir, qalır 21 qız. Deməli sinifdə 21 dənə qız var. 240 ədədinin 25%'ini tapın. 25%'i məsəl üçün yazıram buraya 7. %25. %25, 25% deməkdir. İxtisar edir, 4'də 1 qalır. Deməli, mən 240'ın 4'də 1'ini də tapa bilərəm. 25%'ində eyni cavabdır çünki. 4'də 1'i elə ədədin 25%'inə bərabərdir. Bunun üçün 240'ı 4'də 1'ə vururam, eləyir 60. 60. Fəhlə gündə 32 detal hazırlayır. O məhsuldarlığı 25% artırır. Deməli, bayaqlarım dedim ki, 25% artırmaqdan ötürü bunu birbaşa 1,25'e vurmaq lazımdır. Bu 25% artmış deməkdir. 1,32'nin 1 tamı ilə 32 eləyir. 32'nin 25%'də 4'də 1'i, yəni 8 eləyir. 32'nin üstünə 8 gələndə eləyir 40. Deməli, məhsuldarlığı artıraraq gündə 40 detal hazırlamışdır. 55 ədədinin 20%'ini tapın deyir. 55'i vurmalıyam %20'ye. Burada da 100'lə 20 ixtisar edir. 55'i də surətə vuranda 55 böl 5 eləyir. 11. C variantı. 5'də 2 hissəsini getdikdən sonra yolun neçə faizi qaldı? Deməli, əgər bu yolun 5'də 2'sini getmişsə, gedib, deməli 5'də 3'ü qalıb. Bu belə. 5'də 3'ü də faizə çevirmək istəyirəmsə, deməli mən 5'də 3'ü vurmalıyam 100%. Çünki 5'də 3 ədəddir. Ədədi faizə çevirmək üçün 100%'e vurmalıyam. Burada 3'ü yazıram. 5 ilə 100 ixtisar edir 1. Burada da qalır, 100'də də qalır 20. Bərabərdir 60%. Bizdən də qalanı soruşur 60%. 5'də 3'ünü getdikdən sonra yolun neçə faizi qaldı? 5'də 3'ünü getdi. Yəni 5'dən 3'ünü getdi. 5'dən 2'si qaldı. 5'də 2 də ədəddir. Ədədi faizə çevirmək üçün 100%'e vurmaq lazımdır. 2'ni yazıram. Burada 5 ilə də 100 ixtisar edir, qalır 1. Burada da 20. 2'ni də 20'ye vuranda eləyir 40%. Cavab elədi 40%. 12 nömrəli tapşırıq. Yolun 80%'ni getdikdən sonra hansı hissəsi qaldı? Deməli 80% getdisə 100 çıxılsın 80 bərabərdir 20% qalıb. Biz 20%'i də bizdən hissə ilə soruşur. Ədədə çevirməkdən ötürü 100%'e bölmək lazımdır. Faizlər də ixtisar edir, 100 ilə 20 də ixtisar edir, qalır 5'də 1 hissəsi. 12. 13. 10%'ni getdikdən sonra bütün yolun hansı hissəsi qaldı? 100'dən 10'u çıxıram. 10'u çıxıram. Qalır 90. 90 isə 100'də 90 deməkdir. Hissi ilə götürürəmsə bu da eləyir 10'da 9. Bu variant. Məktəbə gətirilən 800 kitabın 65% ədəbiyyat, qalanı riyaziyyat. Məktəbə neçə riyaziyyat kitabı gətirilmişdir? Deməli 65% ədəbiyyatdırsa 100 çıxılsın 65 bərabərdir 35% riyaziyyatdır. Bu deməli kitab 800'də nədir? 800'ündə mən %35'ini tapmalıyam. %35. 100'dən 800 ixtisar edir, qal 8 vurulsun 35. 85'in 44 yadda, 24 4'də yadda. 28. Deməli 280 dənə kitab riyaziyyat kitabı imiş. 15 nömrəli məsələ. 24% fizika, qalanları riyaziyyat kitabıdır. Məktəbə neçə riyaziyyat kitabı gətirilmişdir? Deməli 100'dən 24'ü çıxıram. Qalır burada 76% riyaziyyat kitabı. 450'nin 76% riyaziyyat kitabıdır. Deməli 450'nin tapmalıyam %76'sını. Burada sıfırları ixtisar eləyim. Qalsın 45. Vur 76 bölünsün 10. 10'u da
76 ilə ixtisar eləsəm 35, bu da 3, 38 burada qalır. Burada da 5 qalır. Bu 5 ilə də 45 ixtisar gedir. 9. Cavab eləyib 9 vurulsun 38. 8 dəfə 9'un 72, 7 yadda 24, 7 də yadda 31. 312 dənə deməli kitab. 72, 7 yadda 27, 72, 7 yadda. Bu da 27, 7 də yadda 34 eləyib 342. 342 dənə kitab. 16. Balın tərkibində 12% su var. 5 kilogram balın tərkibində nə qədər su var? 5 kilogram balın 12% sudur. Ona görə də mən 5 kilogramın %12'sini tapmalıyım. %12'sini. Burada 5 ilə 100 ixtisar gedir, qalır 12 böl 20. 12'də 20 0 dəfə. Burada 0 qoysam 120'də də 26 dəfə. 0,6 kilogramı deməli sudur. 17. Plana görə tornacı gündə 400 detal hazırlamalı idi. O planı 110% yerinə yetirdi. Tornacı neçə detal hazırladı? Yəni 400'ün 110%'ini tapmalıyam mən. 400 vurulsun %110. Sıfırlar getdi, burada qaldı 4 vurulsun 110. Bu da eləyir 440. Deməli gündə 440 dənə detal hazırlayıb. Yağlılığı 4% olan 12500 kilogram südün tərkibində neçə kilogram yağ var? Deməli bu qədər südün içində yalnız 4% yağdır. Bizə də yağı soruşduğuna görə deməli biz bu verilmiş ədədin 4%'ini tapmalıyıq. 12500'ün 4%'ini tapmaq bunu %4'e vurmaqla əmələ gəlir. Sıfırlar ixtisar getdi, qaldı burada 125 vur 4. 4 dənə 100'ün 400 eləyir, 4 dənə də 25'in 100 eləyir. 400 o da 100, 500. Deməli 500 kilogram yağ var bu qədər süddə. 19 nömrəli məsələ. A ədədi 75'in 24%. Deməli A bərabərdir 75'in 24%'i isə 24'e vurub 100'e bölürəm. B ədədi isə 24'ün 75%. 24'ü 75'e vurub 100'e bölürəm. A və B ədədləri arasındakı münasibətlərdən hansı doğrudur? Bax, eynidir. Bir dənə sadəcə vuruqların yeri dəyişilmişdir. Deməli A bərabərdir B-yə. 20-ci məsələ. Tamaşa zalında 600 yer var. Bütün yerlərin 24,5%'i parterdə qalanları isə amfiteatrdadır. Amfiteatrda neçə yer var? Deməli, bu qədər yer parterdədirsə, onda amfiteatrda 100 çıxılsın 24,5 bərabərdir 75,5 eləyir. 75,5%. İndi 600'ün 75,5%'ini tapmalıyam. Ona görə də 600'ü vuram %75,5'e. Bunlar ixtisar gedir, qalır 6 vurulsun 75,5. Alt dəfə 5'in 30. 3 yadda vergülü qoyuram. 30, 3 də yadda 33. Yenə 3 yadda 42, 3 də yadda 45. 453 dənə yer deməli amfiteatrda yerləşir. 21 nömrəli məsələ. A ədədinin 30%, B ədədinin 45%'nə bərabər olarsa. Deməli 21. A'nın 30%'ini tapanda %30 A'dan gedir söhbət. B'nin də 45%'ini tapanda %45'dən gedir söhbət. Deməli A ədədinin 30%, B ədədinin 45%'nə bərabərdir. Bunlar da bir-birinə bərabərdir. İndi bizdən deyir ki, B bölünsün 2A'nı tapın. Burada hələ ki bu yüzləri elə üstündəcə ixtisar eləsəm, qalar 30A bərabərdir 45B. Bunların ikisi də 15 ixtisar gedirsə, 2A bərabərdir 3B. Deməli, burada A-nı 3 hissə, B-ni isə 2 hissə götürə bilərəm. Onda biz axtarılan ifadə B bölünsün 2A'dır. B-nin yerinə yazaram 2K. Altdakı 2'ni yazaram, A'nın da yerine yazaram 3K.
Burada k'lar ixtisarc edər, 2'lər də ixtisarc edər, qalar 1 bölünsün 3. B bəndi. A ədədinin 25%, B ədədinin 35%-nə bərabərdir. Yenə %25A bərabərdir %35 B'ye. Burada yenə yüzləri ixtisar eləsəm qalar 25A bərabərdir 35 B'ye. 5'e də bölsəm ikisi də 5'e bölünür. 5A bərabərdir 7B. Deməli A'nın 7 isə B'ni 5 isə götürməklə tapşırıq həll eləyir. B bölünsün 5A. B'nin yerine yazıram 5. 5'i yazıram. A'nın da yerine yazıram 7. Burada da 5'ler ixtisarc edir. Qalır 1 böl 7. Deməli, burada da deyir ki, bir müsbət ədədin 15%, digərinin 45%-nə bərabərdir. Bunların cəmi 256'dır. Birinci ədədə A götürürəmsə, ikinci ədədə də 256 çıxılsın A qalır. İndi bizə deyir, birincinin 15%, ikincinin 45%-nə bərabərdir. İkinci də olur %45. 45%-ni tapanda. Bunlar bir-birinə bərabərdir. Elə isti-isti buradan yüzləri ixtisar eləyə bilərəm. 15 ilə də 45'i 15 ixtisar eləyirəm. Onda burada qalır A bərabərdir. Mötərizədə 256 çıxılsın A. Vur 45'i də 15'e böləndə eləyir 3. Buradan A vurulsun 256. Daha doğrusu A bərabərdir 256 vurulsun 3. Çıxılsın 3A. 3A'nı da bu A ilə toplayanda eləyir 4A bərabərdir 256 vurulsun 3. A da bərabərdir 256 vurulsun 3'ü bölməliyəm 4'e. 6 dəfə 24 eləyir. 16'da da 4 dəfə. Bunu da 3'e vuranda 12, 1 yadda 18, 1 də yadda 19, 192 eləyir. Ədədlərdən biri A idi. A bərabərdir 192. Öbürünü də 256 çıxılsın A götürmüşəm. Yəni 256'dan 192'ni çıxıram. Eləyir 64. 64 da olur B variantı. Eyni tipli məsələdə burada bir damcı nəyə fikir vermək lazımdır? Deyir ki, bu ədədlərin fərqi 70'dir. Birini götürürəm A, digərini götürürəm 70 üstəgəl A. Yəni 70 üstəgəl A'dan A'nı çıxanda 70 qalır. Fərqi 70'dir. Bu qayda ilə götürdüm. İndi deyir birinin 20%, digərinin 30%. Bu balacanın 20%, böyüyün 30% götürsəm bu səhv olar. Çünki böyüyün balaca faizi balacanın böyük faizinə bərabər ola bilər. %20 bunu götürürəm. Böyüyündə balacanın da 100%'ini daha doğrusu balacanın böyük faizini götürürəm. Böyüyün balaca faizini. Bunlar bir-birinə bərabər ola bilər. Deməli, buradan sıfırları ixtisar elədim. Buradan da sıfır ixtisar elədim. Hər tərəfi də vururam ona. Kəsirdən qurtarmaqdan ötürü. Buranı da vurdum ona, buranı da vurdum ona. Ona vuranda onlar ixtisar gedərsi qalası 3A bərabərdir. Bundan da onlar ixtisar gedərsi 2 qalası 70 üstəgəl A. Buradan 3A bərabərdir 140 üstəgəl 2A. 3A'dan 2A çıxanda A bərabərdir 140. Deməli, ədədin birini 140 götürmüşdüm, yəni A. Öbürü də 70 üstəgəl A-dırsa, A-nı da 140 eləyəndə eləyir 210. 140 və 210 olur bizim axtardığımız ədədlərin cavabları. Növbəti məsələ 3 gün ərzində 270 ədəd televizor satılıb. Diaqrama əsasən ikinci gün neçə ədəd televizor satılmışdır. Deməli, bütöv dairə həmişə 100% olmalıdır. Əgər bura 40, bura 30 yazmışamsa, onda burada 30 olmalıdır ki, 30, 30, 60, bu da 40, 100 eləsin. İndi bütöv 100% 270'dir bunların. Deməli, 270'i 100%'dir. Bizdən soruşur ikinci gün. İkinci gündə 30%'ni tapmalıyıq. Buradan da x'i tapanda 30 vur 100 bölünsün 270. Bir tane de bakalım. 270 burada x'deyim. 30%. Faizin altına yazmalıyam. Deməli, mən burada 30'u 270'e vurup 100'e bölmeliyim.
Sıfırlar ixtisar getdi, qaldı 3 vurulsun 27, o da elədi 81 televizor. 40%, 20%, 60% ise deməli burada da 40% olmalı. Hamısı bir yerdə 100% olsun. 100% ise 230 televizor satıb. 230 televizorumuzun bizim 100%'dir. Birinci günü soruşur 40%. 40%'e de x. X de bərabərdir 230 vur 40 böl 100. Sıfırlar ixtisar gedir, qalır 23 vur 4. 12 bir yadda, 8 bir də yadda, 9. 92 dənə də televizor. Deməli burada məsələdə satılıb. Növbəti məsələ. Düzbucaqlı şəklində yerin uzunluğunu verir 15. Deməli uzunluq bərabərdir 15. Eni isə deyir uzunluğunun 60%'ni təşkil edir. Yəni 60 vur, daha doğrusu 15 vur. Tələsdim. Burada deməli 15'i vurmalıyam %60'a. Eni ise uzunluğun 60%'ni təşkil edir. Sıfırlarını yine buradan ixtisar eləyirəm. Qalır 15 vur 6 böl 10. 15'i de 6'ya vuranda 33 yadda 6, 3 de yadda 9, 90 eləyir. 90'ı da ona böləndə 9. Biri 15'ti, biri 9 sahəsini tap deyir. S bərabərdir 15 vur 9. 9 dəfə 5'in 45. 4 yadda 9, 4 də yadda 13. Deməli həmin yerin sahəsi 135'e bərabərdir. A ədədi B-nin 40% olarsa A böl B nisbətini tapın. Deməli A bərabərdir 0,4B 40% deyirsə. İndi mən A böl B nisbətini tapıramsa burada A böl B də bərabərdir. A'nın yerinə yazıram 0,4B böl B. Bu da eləyir 0,4. Bu 10,4'ü də belə də saxlamaq olar. Adi kəsirlə də saxlamaq olar. Deməli bu da oldu. Bu tapşırığın cavabı. 29'a baxaq. Burada yazaq 29. 29. A ədədi B'nin 20%'ni təşkil edir. A bərabərdir 20% isə 0,2B olur. Bizə də deyir A böl B'ni tapın. A böl B'də də A'nın yerinə 0,2B, burada da B yazıramsa B'lər ixtisar gedir, qalır 0,2. 29'un da cevap 0,2 eləyir. 30 nömrəli tapşırığa baxaq. İşin əvvəlcə 70%'ini. Deməli bizim işimiz 100%'dir. Bunun birinci 70%'ini gördüler. Sonra ise qalan işin, ikinci ise qalan işimiz oldu bizim 100 çıx 70. Hemen qalan işin 20%'ini gördüler. Vurulsun %20. 100'den 70 çıxanda qalır 30 vur 20 böl 100. Bu da eləyir 6%. Deməli 70%'ini əvvəlcə, sonra 6%'ini də sonra gördülər. Deməli cəmi 70 üstə gəl 6 bərabərdir 76% görüldü. Qaldı 100% idi axı. Həmən o 100'dən 76'nı çıxıram 24%. Deməli qalan faizimiz oldu bizim 24%. Sxemdə buğdadan müəyyən içki ilə undan müəyyən artım ilə çörək alınması prosesi verilmiştir. Verilenlərdən istifadə edərək nə qədər çörək alındığını tapın. Deməli tapaq əvvəlcə. Bir dənə buranı biraz silim. Bu bizim məsələmiz. İndi burada deməli buğdadan çörəyə qədər olan proses verilir. Həmin prosesi burada hesablayaq. Deməli
20% itki. Deməli, dərsin əvvəlində dedim ki, 20% itki, yəni ziyana getsə 80% qaldı. Mən əvvəlcə burada deməli 300-ün itkini də qoydum qırağa, yerdə qalanı lazımdır bizə. 80%-ni tapmalıyım. Bu da eləyir 3 vurulsun 80, 8 dəfə 3-ün 24, 240. Deməli, burada un alındı bizim. X bərabərdir 240 kiloqram. Hemen o 240'ı da 30% artım deyir. 30% artıma da dedim ki 240'ı 1/3'e vurmalıyım. Burada da deməli 24'ü 3'e vursa 13'e vursam 12, 1 yadda 6, 1 de yadda 7, bu 4, bu da 1, 2, 1, bu da 2, 212, 212. Bir tane de hesaplayalım. 1'i de 2'ye vuranda 2, 11, 1 yadda 312. Bərabərdir 312. Buradakı sıfırı yazıb vergülü də ayıranda eləcə yenə də 312 olur. Deməli bizə 312 kiloqram 300 qram buğdadan 312 kiloqram çörək alınmış olasıdır. 32 nömrəli məsələdə yenə eyni qaydadır. 20% itki deyir. 400 x'i tapmaq üçün 400'ün 20% itkisi, yəni 80% qalır. Bizə qalanı lazımdır. %80. Sıfırlar ixtisar getsə, bundan bu qalır 4 vur 80, 8 dəfə də 4'ün 320 kiloqram, deməli un qaldı 320. Sonra burada da 30% artıb çörək alındı. Y də bərabərdir 320'ni 30% artıranda vururam 1/3'e. Bunun üçün də 32'ni vururam 13'e. 6, 9, 2, 3. 6, 1, 4. 416. 416 kiloqram çörək alınır. Nə qədər çörək alınır? Hesablayın deyim. 33 nömrələməsi. Kvadratın tərəfini 10% artırdıqda onun sahəsi neçə faiz artar? Deməli, mən kvadratı əvvəlcə götürürəm. Bir dənə kvadrat. Tərəfi A-dır. Onda bunun sahəsi olur A kvadrat. İndi tərəfini 10% artıranda dedim ki 1/1'e vurmalıyam mən. 1/1A, 1/1A. Deməli, bunun da sahəsi olasıdır. S bərabərdir 1/1A'nın kvadratı. Bu da eləyər 1/21A'nın kvadratı. Burada 10% artıranda 1/10'a vurdum. Burada da 1/21'e vurduğuna göre deməli neynədir? 21% artmış oldu. Burada deməli artım oldu 21%. İndi artırdıq, yenə də 20% artırdıqda. 20% artırdıqda deməli 1/10'da %20 olur. Sıfırını atıram da 1/2A'nı 1/2A'ya vururam. Bu da eləyir 1/44 A'nın kvadratı. Bu isə o deməkdir ki 44% sahə artasıdır. Traktorçulardan biri sahənin 35%'ni, digəri isə qalan sahənin 40%'ni şumladı. Sahənin neçə faizi şumlanmamış qaldı. Deməli bizim sahəmiz 100% idi. 100'dən 30'u çıxdım. 70%'ni, deməli 30%'ni birinci şumladı. 70% qaldı. Digəri isə qalanın 40%. Bu 70'in 40%'ni deyir şumlayıqdı. 70 vur %40. Sıfırlar ixtisar gedir. 28%'ni də bu şumladı. Deməli, bütöv sahəmiz yenə 100 idi. Birinci 30%'ni şumladı. İkinci də 28%'ni şumladı. 100 çıx 58. Bu da eləyir 42%'i şumlanmamış qaldı. 42% qaldı. 36'da. Turistlər əvvəlcə gediləcək yolun 60%'ni, deməli yenə yolumuzu götürürəm 100%. Bunun 60%'ni getdi, qaldı 40%. Sonra isə qalan yolun, qalan 40'dırsa, qalanın 30%'i deyilsə %30. Sıfırlar ixtisar gedir 12%'ni, deməli bunlar gedənlər. 60 ilə 12 gedəndir. Yolun hansı hissəsi gedilməmiş qaldı? 100 çıx 60 birinci gün gediblər. 12'də ikinci gün.
100'dən də 72'ni çıxanda qalır 28%. Yolun 28% gedilməmiş qaldı. 37 nömrəli məsələ. Birinci gün mağazadakı ərzağın 30%-ni, ikinci gün isə qalanın 50%-i satıldı. Deməli, birinci satılan oldu 30%. İkinci satılan oldu qalanın, yəni 100 çıxılsın 30'un 50%. %50. 70 vur %50. Sıfırlar ixtisar gedir. 7 dəfədə 5'in 35. Birinci 30%, ikinci 35%. Bizdə deyir ki, neçə faizi satıldı? Satılan 30% satılmışdı. Sonra da 35% satıldı. İkisi bir yerdə elədi. 65% satılmış oldu. İki müsbət ədəddən birinin 30%, digərinin 40%-nə bərabərdir. Kiçik ədəd 15 olarsa onların fərqinin modulunu tapın. Deməli, kiçik ədədimizi mən 15 götürürəmsə, bayaq dedim ki, kiçik ədədin böyük faizi %40 bərabərdir. Böyük ədədi bilmirəm, bu ilə işarə eləyim. Bunun %30%-ni. Bu sıfırları ixtisar eləyim. Hər tərəfi də ona vuranda burada olası 15 vur 4 bərabərdir 3 vur B. Buradan da B-ni tapmaq üçün 15'i 4'e vurub 3'e bölməliyəm. 5, 4 dəfədə 5'in 20. Deməli, balaca ədədimiz bizim 15'dir, böyük ədədimiz də 20'dir. Bunların fərqini tap deyir. B çıxılsın A bərabərdir 20 çıxılsın 15, o da bərabərdir 5. Cavab 5. 39 nömrəli məsələ. İki müsbət ədəddən birinin 20%, digərinin 35%-nə bərabərdir. Kiçik ədəd 60 olarsa onların cəmini tapın. Deməli, kiçiyin böyük faizini tapasıyam mən. 60'ın %35'i bərabər olmalıdır böyüyün 20%-ni, %20'yi. Yine buradan yüzləri ixtisar eləsəm 60 vur 35 bərabərdir B vurulsun 20. Buradan da B-ni tapanda 60 vur 35'i 20'ye bölürəm qalır 3 vur 35 90, bu da 15. 105 eləyəsi. Bizə də deyir ki, onların cəmini tapın. Biri 105'dir, biri də 60'dır. 165. Eləyir məsələnin üçün cavabı. 165. 40 nömrəli məsələyə baxaq. Əvvəlcə parçanın 20%-ni, sonra isə qalan hissənin 50%-ni istifadə edilər. Parçanın neçə faizi qaldı? Deməli, əvvəlcə birinci yazaq 40. Birinci istifadə elədilər 20%. Sonra istifadə elədilər qalanın, yəni 100'dən 20 çıxıram. Nə qaldısa həmən qalanın 30%. Bunu da vururam %30'a. 80 vur %30. 8 dəfə üçün 24, sıfırlar ixtisar gedir. Əvvəl 20%-ni, sonra 24%-ni, parçanın neçə faizi qaldı? Deməli, parçamız 100 idi. Bundan 20 və 24 işlətdilər. Deməli, 100 çıxılsın 48 bərabərdir 52% qaldı. 40'da 52%. Çıxılsın 20 ilə 24 toplayanda 44 eləyir. 44, burada da 56. 56%. 41. Dolu çəndə, deməli, balaca buranı silaq. Olan benzinin əvvəlcə 40%-ni, sonra isə 4'də 1'ini işlətdilər. Çəndə 14 litr benzin qaldı. ...41 yazaq bura.
Çəndə 14 litr benzin qaldı. Çən neçə ton benzin tutur? Deməli, əvvəlcə tutaq ki, çəndə bilmirəm nə qədər. Belə deyim ki, A ton benzin var. Bunun 40%'ni işlətdilər. Bundan çıxıram 0,4 an. Sonra isə çənin 1/4 hissəsini işlədilər. Çənin 1/4 qalan demir. Çıxılsın 1/4 A və çəndə 14 ton benzin qaldı. Bərabərdir 14 tona. Deməli 40%'ni işlətdilər. Sonra çənin 1/4'ni işlətdilər. Deməli indi hər tərəfi 4'ə vuraq ki, buradan kəsirdən qutaraq. Bunu 4'ə vuranda 4 A. Çıxılsın bunu 4'ə vuranda 1,6 A. Çıxılsın bir dənə də A. Bərabərdir 14'ü də 4'ə vuram. 56. 4 A'dan 1 A çıxanda 3 A. 3 A'dan da 1,6 çıxanda 1,4 A. Bərabərdir 56'ya. A'nı da tapanda 56'nı 1,4'ə bölməliyəm. Yəni 560'ı 14'ə böləm. Bu da eləyir 40. Deməli A 40'dır. Bizə nə soruşur? Çən neçə ton su tutur? 40 ton. Elə A'nı da çənin suyunu götürmüşdüm. Cavab elədi 40 ton. 42. 12% ilə 2%'nin fərqi 50 olan ədədin 50%'ni tapın. Deməli 12% ilə 2%'ni çıxıramsa qalır 10%. Bizə də deyir ki 10%'i 50 olan ədədin 50%'ni tap. Deməli faizi 5 dəfə artırdığıma görə bunu da 5 dəfə artırıram. Eləyər 250. 42 idi bu. 43'e baxaq. 20% ilə 30%'nin cəmi, yəni 50%, 100 olan ədədin 25%'ni tap deyir. 25% deyirsə, deməli faiz 2'yə bölmüşəmsə, bunu 2'yə bölməliyəm. 50 də buna bərabərdir. Deməli burada oldu cavab 250, burada da oldu 50. Bu mövzuda burada yekunlaşır. Hələlik sağ olun. Növbəti mövzuda görüşərik inşallah.